Və bilirsiniz, bəzi valideynlər də çox rahat şəkildə hərəkət edir. Uşaq elə bir səviyyədə öskürür ki, haradasa bronxları çıxacaq ağzından. Güvəndikləri həkimə gəliblər, bəlkə də ona görə. Onu deməyə çalışıram. Rahatdır, yəni girdi həkimin müayinəsinə çıxdı o dərəcədə. Amma gecikdirmələri də biraz insanı incidir. O vəziyyətdə gətirməməlidir. Gecikdirmələr bizi də çox üzür. Çünki körpə məsələn ilk gün deyir ki... Hər orqanizm eyni cürə cavab vermir. Bəli, o qədər məsuliyyətli analar var. Həqiqətən mənə təqvimdə. Dünən deyir, burnu tıxandı. Bugün gətirdim ki, doktor xoşuma gəlmədi, biraz xırıltı hiss elədim. Nə gözəl. Çox sevinirik və bu geri dönməsi çox rahatdır. Uzaq başı məsələn bir gün sonra yazıram ki, necədir, yaxşıdır, yeyir, əsas körpələrdə. Yeməyini yeyir, keyfi yaxşıdır, rahatdır, gecə boğularaq oyanmır, əla, davam edirik. Müalicə tamamlananda bir də görürük. Məsələn, gəlir artıq təngi nəfəsdir, çox üzülürük. Çünki bu uşaq artıq xəstəxanaya yatmalıdır, oksigenlə dəstək almalıdır. Burada müalicə prosesi artıq uzun bir yol halına dönüşür. Ona görə erkən müraciət hər zaman həm uşağın, həm valideynin, ilk növbədə uşağın təbii ki, həm də bizim işimizi çox asanlaşdırır. Sadəcə öskürək simptomunun altında o qədər fərqli xəstəliklər çıxa bilir. Məsələn, sizin vahim gördüyünüz öskürək, məsələn, dünən mənim müayinəmdə bir oldu, uşaq qapıda elə öskürürdü. Gəldi ki, bu sadəcə bir tik imiş. Yəni, uşaq elə vahiməli öskürür. O uşaq öskürəndə həqiqətən də dönür, hamı uşağa baxır ki, burada nə baş verir. Həmin o vahim öskürən deyən uşaq otağa girir ki, bu sadəcə bir nevroloji tikdir. Öskürək tikidir. Yatanda itir, uşaq həyecanlananda artır, xüsusən də həkimin qapısında gözləyəndə çoxalır. Bu bir tikdir və burada artıq psixoloq dəstəyinə ehtiyacımız vardır. Tək bir bu öskürəyə görə. Amma elə uşaqda var, sizin dediyiniz kimi, öskürək bir tutdu mu, ardarda uşaq öskürür, boğulur, göyərir, qaralır, bəzən qaytarır, rahatlayır. Burada artıq infeksion xəstəliklərdən, göy öskürəkdən tutmuş ağır pneumoniyalara qədər ola biləcəyini düşünürük və əlbəttə ki, uşaq müayinədən sonra diaqnoz qoyuruq. Uşağa yanaşma da fərqlidir. Məsələn, biz deyirik, uşaq pneumoniyadır. İki uşaqdan ikisi də pneumoniyadır. Birinə sadəcə bir sirop yazaraq evə göndəririk. İkincisinə isə xəstəxanaya yatış önəririk. Yəni, burada individual yanaşma da çox önəmli. Çünki hər orqanizm bu pneumoniyanı fərqli keçirdir. Çünki virus pneumoniyaları ola bilir, bakterial pneumoniyaları